Herkese salam. Nəhayət mən gəldim. Yeni gün, yeni vlog, yeni il. Ümid edirəm ki, vlogumu sevərək izləyirsiniz. Bəyənib takip etməyi də unutmayın qızlar. Bugün şeytanın əlinə ayağını qırıb vlog çəkmişəm. İnşallah ki, bəyənərsiniz. Həmişəki mənzərədən yəqin ki, darıxmışdınız. Hava çox gözəldir, gözəl yaşıllaşıb. Hər yer dənizin mavisi, ağacların yaşıllığı mənə də biraz enerji verdi. Dedim elə bir videoda çəkim. Bu arada sizin də böyük təsiriniz var yazanlara. Hər birinizə təşəkkür edirəm mənimlə maraqlandırdığınız və diqqətiniz üçün. İndi isə keçirik günlük vloqlarda, yəni normal işlərimizə. Bu arada onu deyim ki, videoları bundan sonra çəkməyi düşünürəm, amma yenə də ardıcıllığı bilmirəm. İnşallah ki, davamlı olar, tez-tez olar. Hələlik başlayaq, işimizi görək. Güncəllənməsi. İndi ət çıxartdım. O açılana qədər mən yəni ki, evləri süpürüb silərəm. Maşına qoşum. Ondan sonra nə yapım bilmirəm. Çölə çıxmalı idim əslində. Hadi, hadi. Ay Nilay dur ne olur. Sakin ol. Abi ne yapıyorsun ya? Sana yazıklar olsun. Oğlumu da alıp gidiyorum. Şirkete geçmeden sizi uğrayayım dedim. Nasılsınız? Bir şeye ihtiyacınız var mı? Allah sizden razı olsun. Düşünmeniz yeter. Evinden annemgille evine giderken Sinan'ın evinin önünden geçmek zorundaydı. Abimle görüştün mü diye sordu. O da ben tanımıyorum dedi. Tanımıyorum diye bir şey söylemedim. Hangi... Telefonu açmadı. Bayramda 5 gün dükkana gelmedi. Tostu yedikten sonra gitti ben de iş yerine gittim zaten.
Hadi şimdi bakalım. Olduğu yerdesiniz anladığım kadarıyla. Bu gözəl havanın əslində tələbi, yəni bu gözəl havada insanın tələbi nədir? Gəzmək, amma bizim tələbimiz nədir? Təmizlik eləmək. Aramızdakı farq deməli, neynədim? Bu ədviyyat qabları, ədviyyat yox, ərzaq qablarıdır. Çoxdan ki, köhnə videolarımı izləyənlər bilir. Mən bu əsas ən çox istifadə olunan nədir? Qənddir, duzdur, pesoxdur, çaydır. Bu dörtlü. Məndə 2 qabda olur. Yəni bu, bir də bu. Bu əlimin altında olur, bu isə böyük şkafda olur. Bundan bitəndən sonra bundan bunun üstünə əlavə edirəm. Yeni alınanda bura əlavə olunur və uzun zamandır bunlar mən yəni gözləyirdim ki, boşalsın falan, amma bəndə olmurdum. Hava soyuqlananda belə şeylər eləmək adamın içindən gəlmir. Düzü. İndi ərzaqlarım tamamilə azalıb, gözlədim indi ki tamamilə boşalsın. Biraz qənd, çay falan qalmışdı. İndi onları da əlavə bir boş qablara tökdüm ki, mən elə bunları yuyum. Əslində az öncə un boşaltdım. O qabı da yumalıydım. O çox da çirkli deyil. Amma o unutdum, onun üzərini doldurdum. Bir də ki, burada bu ərzaq qabları var. Onlar da yuyulmalıdır. Onların amma yuyulmağı biraz uzun çəkəcək. Niyə? Çünki onlar belə quru nanədir. Yox. Nədir o? Nə deyirsiniz ona? Ay Allah, necə yadımdan çıxdı? Kəkliyotu. Hə, kəkyotu deyirik biz. Kəkliyotu. Ay sağ ol. O kəkliyotunun bankalarda var. Onlardan bir-bir. Onları ovulmalı olduğu üçün həm aləm batır, həm də o biraz uzun işdir. Ona adlı bir gün ayrım dedim. Odur ki, bunu yumağa başlayaq. Bunlar da nə eləmişəm? İçindəkiləri gətirdim bura. Bunun nəlvəkilər əlimə keçdi, boşaltdım ona. Deməli qəndlər, bir də qənd qabını doldurdum. Çay, duz. Duz əslində orada da var, bankada var, bir banka dolu. O heç açılmayıb. O birsiz turşu duzudur. Bir bankada deyil, 2-3 bankadır turşu duzudur. Onları doldurdum gələndə, keçən yay almışdı. Amma onu yeməyə istifadə olunmurdu. O yodsuz duzdur. Ona görə. Amma unun elə belə yudum, sildim, təmizlədim. Buradadır. Qabları yuyaq, bunları töküm. Qurudaq sonra bunları töküm. Ondan sonra yenə yəni oranı təmizləmişdim. Yenə ora bir üstündən bir dənə keçməliyəm, amma ən azından belə paraşoklu yox da, sadəcə dəsmalla, nəm dəsmalla silməliyəm. Heç nə. Bunları eləyim. Maşını hazırlamışam, amma maşın paltarlar çox az olduğu üçün gözləyirəm axşam çıxan paltarlar, ağları da atım, axşam qoşum, o qaldı. Evlər süpürülüb silinəcək. Getdik qızlar. Mən çox yazmısınız. Hardasan, hardasan, hardasan. Elə buradayam gördüyünüz kimi. İnşallah havalar isinsin. Biraz evdən çöl, evdən dışarıda videolar çəkəcəm. Keçən yay məsəl üçün çəkmədim, amma bu yay düşünürəm ki, çəksəm yaxşı olar. Sizlərlə bölüşəcəm. Ona görə də kanalda qalın. İnşallah ki, gələr videolar. Nə sıxlıqla paylaşacağım söz verə bilmirəm, amma gələcək.
bilinçik hazırlamaq istəyirdim. Gördüm ki, bilinçik xəmiri hazırlamaq istirdim. Gördüyünüz o videoda gördünüz az öncə. Yəni o əti hazırladım, soyucunun alt gözündədir. Onu bilinçik eləyib, xəmirini hazırlayıb, bilinçikləri hazırlayıb buzluğa qoymaq istirdim. Qış boyu bunu çox həzz elədim. Bir də şey elədim, börək, göyərtili börək elədim, buzluğa qoydum. O qədər ləzzətli və o qədər əlimdən tuturdu ki, hər şeydə qonaq falan gələndə və yaxud birdən acırdıq, gecə saat neçədə yemək yeməyək, qeyri-adi bir şey yeyək, tez gətirirdim, qızardırdım, hərəsindən 2-3. Nəsə belə maraqlı gəlirdi. Mən əlimin altında çox rahat oldu və öyrəşdim ona. İndi onu eləmək istəyirəm, buzluğa atmaq istəyirəm. Amma gördüm ki, yumurtam bir ədəd qalıb. İndi market alış-verişi axşam olacaq. O bilmirəm, çəkərəm, çəkmərəm. Onlar gördünüz də qənd, çay, pesok bu şeylər, yəni təməl ehtiyaclar alınmalıdır. Onları çəkərəm yerləşdirəndə ya yox. Çünki marketdən gələndə adam tez çalışır ki, ortağı tez toparlasın onu. Həm də axşam olacaq. Amma buzluq işini, yəni yəqin sabah eləyərəm. Onu sabah çəkməyə çalışaram. Ondan sonra da deyilə burada tavamı da qoymuşam ki, bu dəqiqə bilinçik xəmirini eləyirəm, amma alnası olmadı. Buraları da qəşəng tərtəmiz təmizlədim, pırıl. Məni axtaran, arayan, soruşan, hardasan, niyə yoxsan, nə olub, nə başına gəlib deyə soruşan, maraqlanan hər bir izləyici üçün, diqqət üçün təşəkkür edirəm, minnətdaram hər birinizə. Sadəcə olaraq, həmişə də dediyim kimi, sadəcə olaraq videolarımın performansı xoşuma gəlmədiyi üçün, mən bu işi artıq hobbiyə çevirdiyim üçün belə gedib gəlirəm belə arada. Heç bir narahat olunacaq bir şey yoxdur. Həmişəki kimidir. Gördüyünüz kimi həmişəki evdəyəm, həmişəki yerdəyəm, konumdayam və yəni salamatçılıq da çox şükür. Bir də hamiləlik falan deyə düşünən insanlar var ki, elə bir şeylər yoxdur. Belə nəysə o hamiləlik falan söhbətləri də ki, onlar da ki ayrı bir mövzudur. Onları bəlkə ayrı bir vlog ayıram, bilmirəm onun necə olacaq, necə alınar, alınmaz. Yəni bu İnşallah ki, nə vaxtsa onu da çəkmək qismət olar, amma ki, hələ ki elə bir söz konusu deyil. Yəni nə vaxtsa mən bu yolda, bu mübarizədə qalib gələrəmsə, onda bu cür mənim kimi olan insanlar üçün, qadınlar üçün motivasiya olsun deyə və keçdiyim yolları hamısını etap bir şeylərlə bölüşərəm sizlər üçün. Özünüz bilirsiniz, artıq neçə ildir mənimləsiz. Mən o çox da şeyləri paylaşmıram, o barədə getdiyim, gəldiyim, hamı yazır doktor falan, get gəl, amma mən o şeyləri paylaşmıram, amma elə bilirlər ki, yəni getmirəm deyə paylaşmıram. Əslində gedirəm, gəlirəm, hər bir variantda, hər bir doktora falan getmişəm və bunları mən dediyim kimi bir gün bu mübarizənin qalibi olaramsa, o zaman mənim kimi yaşayan qızlara motivasiya olsun ya da bir fikir olsun və də nə bilim, bəlkə nəsə bir köməklik olar deyə elə bir şey oturub çəkərəm. Havalar soyuq olduğu üçün belə də çox çəkmək istəmirdim. İndi havalar isindi və ümid edirəm və düşünürəm və planlayıram ki, bu yay boyu mən vloqlar çəkəcəm. Keçən il özüm çəkmədim, çünki biraz qonaqlarım oldu, biraz fərqli yerlərə getdik, gəzdik və mən anın dadını çıxartmaq istədim. Sonra peşman oldum ki, çəkərdim. Amma bu illərim artıq qərar vermişəm, onları çəkəcəm. Bu ildə yenə qonaqlarım olacaq. Belə. Hələlik qızlar, növbəti vloqlarda görüşərik. Özünüzə yaxşı baxın. Deməli, mən danışa haralarasa baxmışam, bir də baxıram belə çəkmişəm. Üzrü sayın artıq, özümü göstərmədiyim üçün belə bir çəkmək məcburiyyətindəyim, amma pis də mənzərə deyil da, yəni. Hələlik, növbəti vloqlarda görüşərik.